Səbinə balalarını çıxartdı bugün. 12 yumurta qoymuşduq. 10 yumurta sağ-salamat çıxdı. 2 yumurta da ölü qaldı. Yəni normal göstəricidə 12 yumurtadan 10 dənəsinin çıxmağı yaxşıdır. Və yeməyini, suyunu qoyduq. İndi də bu setkadan düşürtmək lazımdır ki, setkadan çıxartmaq lazımdır ki, istədiyi vaxt rahat gedib yemək, su içib qayıda bilsinlər anasının yanına. İndi anası da özü də gəzdirəcək o heç. Səbinə. Bu öz toyuqlarımızın öz yumurtalarından çıxmadı. Bu da göstərir ki, yəni 12 yumurtanın 12-sindən də cücənin əmələ gəlməyi. Tam mayalı yumurtalardır, xoruzlar sağ olsun. Dayanmadan işləyib mayalayıblar. İndi səni düşürdək. Gel. Az əlimi niyə işləyirsən? Gəl Səbinə, balaları götür. Gəl yeməyə çağır bunları. Yeməyə çağır. Çağır gəlsinlər. Çağır, özləri çağır. Kediyi dizdir də. Neyse, bunu düşürtmək lazımdır buradan. Səbəti götürmək lazımdır, yoxsa səbətdən alınmır.